Əhl-i Beytə və onun tərəfdarlarına qarşı bəzən bəzi insanların qoturluğu tutur və o qoturluq tutanda onların iynəsini mütləq vurmaq lazımdır. Bu da onlardan biridir. İndi baxaq görək bu qoturluğu tutan nə deyir? Dəniz məhsullarından yeyilməsi haram olan varmı? Məsələn, pulu olmayan balıq və s. Bu çuğutlardadır. Pul olmayan yeyilməz. Çuğutlarda. İndi çuğutlardan da kim götürüb özlə bilər. Amma müsəlmanlarda yoxdur elə şey. Buna söhbət. Pulu var, pulu yoxdur. Yəni, əslində demək istəyir ki, müsəlmanların belə bir etiqadı yoxdur. Amma müsəlman olmayan şiyələr öz pullu balığı yemək olar, pulsuz balığı yemək olmaz etiqadlarını yahudilərdən götürüblər. İndi isə videonun ardına baxaq. Çox gülməlidir. Yəni, nə dənizdə yaşayır, halaldır. Maide surəsi 96-cı ayə. Dəniz ovları isə halal edildi. Dəniz ovları isə halal edildi. Maide 96. Əgər nəsə haram var idisə, istisna olmalı idi. Hələ utanmaz Quran-ı Kərimdən də dəlil gətirir. Maide surəsi 96-cı ayə. Gəlin bir o ayəyə baxaq. Görək Maide surəsi 96-cı ayədə nə yazılıb? Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun. Doğrudan da insan utanmasa, hər bir şey edə bilər. Hətta Quranı özünə sərf edən formada da dəyişdirə bilər. Necə ola bilər ki, Allah Taala bu ayədə suda ov etməyi halal eləyir, amma ondan sonra qeyd eləyir ki, quruda ov etmək haramdır. O zaman insanlar quruda da ov etməsin. Təbii ki, bu özü yenə danışdığını bilmir ya da bilir, insanları aldadır. Ayələrdən gördüyünüz kimi Kəbə ətrafında, ehram halında olanda, həc mövsümündə quruda ov etmək haram, suda ov etmək halaldır. Burada Allah Taala harda buyurur ki, sudakı hər şeyi yeyə bilərsiniz. İkincisi isə suda yaşayan bir çox balıq, meduza, ahtapot növü var ki, onlar zəhərlidir, bədənlərindən toksin ifraz edirlər. Onları hansısa vahabi yeyə bilər? Məncə yeyə bilər. Hələ bunun axırı lap maraqlıdır. Bu hissəsini də izlə. Pulludan başqa, pulsuzdan başqa. O cuhudlardadır qadağan. Ölüsü də dənizdə, dəniz heyvanı ölüsü də halaldır. Ölüsü. Amma quru heyvan düşsə ölüsü oraya halal da öyle. Yani quru heyvan, halal heyvan düşsə olsa o haram, yani dəniz heyvan olmalıdır. Bəli. Təsəvvür edin, dənizin qırağında gedirsiniz və görürsünüz ki, bir su iti suyun içində ölüb, şişib, iy verir. O halaldır, onu yemək olar, heç bir problem yoxdur. Doğrudan da Əhl-i Beytdən uzaq düşmək insanı, bax, bu zəlalətlərə gətirib çıxardır. Videonu bəyənin və paylaşın ki, daha çox insan bunlardan xəbər tutsun.